Salam dostlar, bu videomda Azərbaycan şifahi xalq ədəbiyyatının ən möhtəşəm nümunələrindən biri olan Koroğlu dastanının Dəli Həsən qolunu sizlərə təqdim edirəm. Günlərin bir günü Koroğlu qır at minib Çənlibelin ətəyindəki yola çıxmışdı. Bir də baxdı, budur, bir dəstə yaraqlı, yasaqlı atlı gəlir. Amma atlıların qabağında bir oğlan gəlir ki, dünyalara dəyər. Üzündən, gözündən igidlik yağır. Oğlan Koroğlunu görcək dəstəsinə hay vurdu. Atlılar o saat Koroğlunu araya aldılar. Koroğlu dayandı. Gözlədi ki, görsün işin axırı nə olacaq. Oğlan atı cilovuna gətirdi. Süzdürüb düz Koroğlunun qabağında dayandı. Sonra bir Koroğluya baxdı, bir atına baxdı, soruşdu. De görüm kimsən? Bu yerlərdə nə gəzirsən? Koroğlu dedi. Yoldan keçənəm. Oğlan bir də Koroğlunun atına baxıb soruşdu. Bu atı hardan alıbsan? Koroğlu dedi. Mən sənə məsləhət görürəm, öz yolunla düz gedəsən. Yoxsa yaxşı olmaz. Oğlan bu sözdən qəzəbləndi. Hirslə atının başını çəkdi. At iki dal ayaqları üstündə qalxdı. Üzünü Koroğluya tutub dedi. Görünür ki, sən məni tanımırsan. Əgər tanısaydın belə danışmazdın. Mənə Dəli Həsən deyərlər. Bu yollardan kim keçsə, mənə bac xərac verməlidir. Koroğlu onu tanıdı. Bildi ki, atasının dediyi Dəli Həsəndir. Bir də diqqətlə atına, özünə baxdı. Gördü, yox, Dəli Həsən doğrudan da igid oğlandı. Koroğlu atası ölən gündən bəri onu axtarırdı. Onunla dostlaşmaq, əlbir olmaq fikrində idi. Ancaq bilirdi ki, bu iş elə belə baş tutmayacaq. Dava dalaşsız məsələ düzəlməyəcək. Fikir onu götürdü ki, indi nə təhər eləsin. Elə bu fikirdə idi ki, Dəli Həsən bir də qışqırdı. Sənə atdan düş demirəmmi? Yoxsa əcəlin çatıb. Koroğlu aramla dedi. Dəli Həsən, səsinə qüvvət vermə. İgid dil açmaz, əl açar. Dəli Həsən dedi. Sən kimsən ki, mənim qabağımda belə yekə-yekə danışırsan? Dayan, deyim kiməm. Bunu deyib Koroğlu atın başını çəkdi. At elə qalxdı ki, dırnağının altından qopan daş bir neçə addım boyu Dəli Həsənin başının üstündən keçib o tərəfə düşdü. Koroğlunun ətrafını bürümüş atlılar saxnaşmaya düşdülər. Dəli Həsənlə Koroğlu dava eləyəsi oldular. Qılınclarını çəkib bir-birinə hücum elədilər. Qılıncdan murad hasil olmadı. Polad toppuza əl atdılar. Əmuddan, yəni Polad toppuzdan murad hasil olmadı. Nizəyə əl atdılar. Nizədən də kar aşmadı. Axırda atdan düşdülər, güləşməyə başladılar. Dəli Həsən ilə Koroğlu çox güləşdilər. Gah o buna güc gəldi, gah bu ona güc gəldi. Qoç Koroğlu axırda bir dəli nərə çəkib Dəli Həsəni götürüb yerə vurdu. Dizini sinəsinə dayadı. Əlini qılınca atanda Dəli Həsən bir ah çəkdi. Koroğlu dedi. Bir qaşıq qanından qorxub niyə ah çəkirsən? Koroğlunun cavabında Dəli Həsən dedi. Ey igid, mən canımdan qorxub ah çəkmirəm. Əhdim var idi, əhdimə çatmadım. Koroğlu soruşdu. Əhdin nə idi? Dəli Həsən dedi. Mən əhd eləmişdim ki, hər kim məni bassa, onunla dost, qardaş olam. Ölənə qədər onun yanında qalam. İndi sən məni bastın, ancaq öldürürsən. Əhdimə çata bilmirəm. Dəli Həsənin bu sözü Koroğlunu sevindirdi. Ayağa qalxdı. Dəli Həsənin qolundan yapışıb qaldırdı. Əlini 3 dəfə onun dalına vurdu. Dəli Həsən onun qılıncının altından keçdi. Ölənəcən ona qardaş olub qulluğunda durmağa and içdi. Ondan sonra üzünü Koroğluya tutub dedi. Qoç Koroğlu, düz 7 ildir ki, mən bu yolların ağasıyam. İndiyə qədər hələ bir adam mənim qabağıma çöp sala bilməyib. Bu 7 ilin ərzində bir tacir mənə bac verməmiş bu həndəvərdən keçə bilməyib. Bəylərdən, xanlardan, tacirlərdən alıb yığdığı mal dövlətin, qızıl gümüşün, cəvahiratın hamısını saxlamışam. İgidlər arasında olan adətə görə indi onların hamısı sənə çatır. Buyur, gedək malına sahib ol.
Koroğlu qabaqca ona inanmadı. Şübhələndi ki, bəlkə hiylə qurub onu topa salmaq istəyir. Sonra fikirləşib öz-özünə dedi: "Eybi yoxdur, elə belə yaxşıdır. Bu başdan yoxlayıb sınaqdan çıxardaram. Qoy mərddirsə də indidən bilinsin, müxənnətdirsə də indidən bilinsin." Özü qıratı mindi. Sonra da üzünü ona tutub dedi: "Min atını sür gedək." Dəli Həsən qabaqda, Koroğlu dalda az getdilər, üz getdilər, gəlib bir sıldırım qayanın dibinə çatdılar. Qayanın dibi yaman çol-çosluq idi. Dəli Həsən atını çol-çosluğa vurdu. Koroğlu da onun dalınca. Elə bir az getmişdilər ki, qabaqlarına bir mağara çıxdı. Dəli Həsən atdan düşdü. Sonra qıratın cilovundan yapışıb dedi: "Çatmışıq. İndi atdan düş, içəri girək." Koroğlu yenə də Dəli Həsəni qabağına salıb mağaraya girdi. Baxdı ki, burada o qədər qızıl gümüş var ki, elə bil 7 padşahın xəzinəsi buradadır. Koroğlu mağaranı tamam kamal gəzdi. Hamısını gözdən keçirdi. Sonra Dəli Həsənə dedi: "Qoy bunlar elə burdaca qalsınlar. İndi bunlar bizə lazım deyil. Amma elə ki Çənlibeldə yurd yuva saldıq, başımıza dəlilər, igidlər yığıldı, onda bunlar bizə lazım olacaq." Doğrudan da elə oldu. Bu gündən Koroğlunun başına yavaş-yavaş adamlar yığışmağa başladı. Çox çəkmədi ki, Çənlibel qoçaq oğlanların, igidlərin məskəni oldu. Dostlar, Koroğlunun Dəli Həsən qolu bu qədərdir. Zəhmət olmasa, videomu bəyəndinizsə bəyənin, abunə deyilsinizsə abunə olun, belə videoların davamı üçün şərhlərdə yazın. Hələlik.